Baş ağrı və baş gicəllənmənin birlikdə olması, bu ola bilər ki, hətta çox vaxtı ağla gəlməyən bir problem olan miqren xəstəliyində də belə şeylər ola bilər və bu yaxınlarda bizə bir müraciət edən pasiyentdə maraqlı nə olmuşdu? Deməli, pasiyentin şikayətləri, orada da baş gicəllənmə, keçməyən baş gicəllənmə, həyəcan, stres, gərginlik əlamətləri olan pasiyentdir və xəstədə ətraflı anamnez toplayanda aydın olur ki, xəstə ürək-damar əməliyyatı olunmuşdur, əlavə də olaraq ürəyinə stent qoyulmuşdur xəstəyə və Doppler müayinəsi olanda daxili və xarici yuxu arteriyalarına həm sağda, həm də solda hər iki damarda birində 40 milli, birində 45 milli sağ tərəfdə 40%, 45% mənfəzi daraldan plaklar, aterosklerotik plaklar aşkarlanır. Solda da 40% və 35%, yəni damarların birində 40%, birində 35% mənfəzi daraldan plak aşkarlanır, aterosklerotik plak aşkarlanır. Və bu xəstənin bir də ki, stent anamnezi də var. Müalicələr alır. Bir də şikayətlərindən biri də odur ki, xəstənin ürək nahiyəsində göynəməsi var və əlbəttə ki, pasiyentdə başqa da narahatçılıqları var. Pasiyent dediyimiz kimi anksiyetesi də var və bu pasiyent nevrooperativində müalicələr alıb, amma bir faydası olmayıb, hətta baş gicəllənmə dərmanları da bu xəstənin baş gicəllənməsinə kömək etməyib. Əlbəttə ki, başlanğıc dozada istifadə olunmuşdur. Anamnezində xəstə bir dənə qeyd edir ki, mən baş ağrı üçün dərmanı içəndə, başım da bir dəfə ağrımışdı, baş ağrı dərmanı içdim. Baş gicəllənmə keçdi. Həm baş ağrısı da keçdi, həm də baş gicəllənmə də keçdi. Biz burada bu halda artıq fikirləşə bilərik ki, ola bilsin ki, bu xəstədə miqrenə görə baş gicəllənmə var, miqrenin profilaktikası haqqında düşünə bilərik. Və bu xəstədə, belə tipli xəstələrdə, bir də deməli, görürsən ki, xəstədə hər iki xarici və daxili yuxu arteriyalarında plaklar var, özdə 40% və birində 40-45, birində 35-40%. Kifayət qədər ciddidir. Bu əməliyyatlıq göstərici deyil bu göstərici, amma kifayət qədər ciddidir və LDL xolesterin isə 77 idi. Nəzərə alsaq ki, xəstə stent qoyulmuşdur xəstəyə. Kardioloji cəhətdən səndə ürəyin saat kimi işləyir tipli ifadələr işlənir və atorvastatin 20 mg qəbul eləyir və kardiomanil qəbul eləyir kardioloji tərəfdən. Bu hal əlbəttə ki, uzun müddətdir 77 LDL xolesterini ilə cavabı ilə və 20 atorvastatin doğru yanaşma olmaz və biz artıq məsələ bundan ibarətdir ki, LDL-ni ESA protokollarında, ECA protokollarında 2023-cü ilin protokollarına əsasən, əgər yüksək risk qrupuna daxil xəstələrdə LDL-ni 55-in altına salmaq lazımdır. Bir də başlanğıc göstəricisindən ən azı 50% aşağı salmaq lazımdır. Və bu 77 o kateqoriyaya aid deyil, həm də 20 milli atorvastatinlə müalicə davam olunması səhv bir yanaşmadır və bunu yaxşı olardı ki, daha deməli aqressiv formada LDL-ni aşağı salmağa, aqressiv formada. Ona görə də iki variant ola bilər. Rozuvastatin 20 illik başlaya bilərsiniz və yaxud ki 40 başlaya bilərsiniz. İndi mən bu halda xəstəyə həm də karotid damarlarda da plaklar var. Xəstəyə artıq rozuvastatin 40 mg vəziyyətinə uyğun, həm də yüksək risk qrupuna daxil olduğu üçün 40 mg təyin edilir və xəstəyə 8 həftədən sonra təzədən bir LDL analizindən birlikdə xəstəni LDL-sinə dəyərləndirib baxacağıq vəziyyətə. Əgər istədiyimiz hədəflərə düşərsə LDL, müalicəmizə davam edəcəyik. Əgər istədiyimiz hədəflərə
düşməzsək, ezetimiz əlavə edəcəyik. Əsas olaraq ledini hədəfə salaq. Və burada məsələnin önəmli tərəfi bizim nədən ibarətdir? Önəmli tərəfi ondan ibarətdir ki, xəstə ürək əməliyyatı olunub və xəstə nəyə görə 20 mg atorvastatinlə müalicə alır? Niyə? Bu qorxu nədən ibarətdir? Statinlərdə niyə bu qədər qorxurlar? Qorxmamaq lazımdır. Lazım olanda təyin etmək lazımdır ki, xəstənin həyat keyfiyyətini artırmaq mənasında. Əlbəttə ki, kardiomaniyeldə daimi şəkildə içməlidir. Bu sonraki baş verəcək fəsadlaşmaların qarşısını almaq üçündür və əlbəttə ki, burada da mənfəzi 40% aralıdan plakların olması, birində 40-45, o bir tərəfdə 35-40% olması yenə də bizə əsas verir ki, həm də bunun stentə qoyulmuşdur xəstə, yüksək risk xəstə qrupuna aiddir. Ona görə də buna 40 mg rozvastatin ilə davam etmək lazımdır ki, həm də 77 il edilir bizim üçün bu yuxarı hədd sayılır. Yəni ki, bu xəstədə bu yuxarı göstəricidir. Bunu aşağı salmaq lazımdır. Və ona görə də baş gicəllənməsi şikayətlərindən müraciət edən pasientləri müayinə edərkən əlbəttə ki, çox ətraflı müayinə etmək lazımdır. Hər tərəfli bütün testləri etmək lazımdır. Həm vestibulyar testlər etmək lazımdır. Bütün nevroloji müayinələri eləmək lazımdır. Ətraflı şəkildə anamnez toplamaq lazımdır. Və bunun əlbəttə ki, axırınacan getmək lazımdır. Düzdür, xəstədə anksiyete şikayətləri də var. Burada yəqin ki, elə qiymətləndirilmiş ola bilər ki, bu ürək nahiyəsində ağrı əgər ifadə edirsə, ola bilsin ki, bu xəstədə bu anksiyetesinə görə belədir. Amma məsələ bundan ibarətdir ki, düzdür, xəstə EKG olunmuşdur, echo olunmuşdur. Burada bir göstəricidə problem aşkarlanmamışdır. Amma axı kardiyak üçün kardiyak MRT də müayinəsi də var və digər müayinələr də var. İndi biz xəstəni başqa bir kardioloqa yönləndirdik ki, daha da əgər ehtiyac varsa, digər detallı lazımdırsa kardiyak MRT olunsun və yaxud da ki, digər kardioloji müayinələr olunsun ki, bu xəstənin bundan sonraki həyat keyfiyyətinin artması mənasında çox önəmlidir. Həm də burada plaklar da var. Ona görə də bir simptoma görə xəstəyə yanaşanda ətraflı şəkildə xəstəni müayinə etmək lazımdır. Ətraflı, tam detallı şəkildə müayinə edib, diaqnoz qoyub, xəstəyə uyğun müalicə başlamaq lazımdır. Hamınıza saygılar, sevgilər.